Mən Əhmədov Vüsal Telmanoğlu, Göyçay rayonunda yaşayıram. 2016-cı ildə Dost Mərkəzinin layihəsi ilə qaz idarəsində işləyirdim. Bu bölümdə dayanan yoldaşlar da hamısı qazi, veteranlardır. Biz buradan müraciət edirik cənab prezidentimiz İlham Əliyevə və dönə-dönə xahiş edirik. Bizi işimizə xitam veriblər Dost layihəsindən. Zəfər günümüzə 2 gün qalmış. Və burada olanlar hamısı da veteranlardır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda getmişik, döyüşmüşük, bayrağımızı göyə qaldırmışıq. Respublikamızı bütün dünyaya tanıtmışıq və bu ilə fəxr edirik. Və cənab prezidentimizdən də xahiş edirik ki, bizi hər hansısa bir işlə təmin olunur. İşdən çıxmışıq, işsiz qalmışıq, hamımız ailə başçılarıyıq. Yeni təyin olunan Göyçay icra başçısı Orxan Mürsəlovu da təbrik edirik. Göyçayımıza xoş gəlib, Allah işinə van biləsin. Göyçay veteranlar adından xahiş edirik cənab başçımızdan ki, bizi belə hansısa bir işlə təmin edəsin. Biz yəni demirik ki, biz Dost layihəsinə tərdən qaydaq, həmin işlə təmin olunaq. Amma rayonda hər hansısa bir işlə bir təmin olunaq. Bir veteran kimi xahiş edirəm, qazilərin adından hamısının, yəni hamımız xahiş edirik ki, biz də bir ailə başçısıyıq, biz işlə təmin olunaq, işləyək. Yəni, belə deyək də, bu günlərim biz Qarabağ bütövlüyü uğrunda döyüşə getmişik ona görə ki, bizim rahat yaşayaq. Mən Məmmədov İlker Vüqaroğlu, Göyçay şəhərində yaşayıram. 2-ci Qarabağ müharibəsinin 3-cü qrup əlli. Füzulidən Şuşaya qədər döyüşən insanam. Şuşada noyabr 3 günü yaralanmışam. Gəlib, Zəfər bayramı 2 gün qalmış, işimizə xitam verilib. Dosya memnuniyetdən. Və icra başımızdan xahiş edirəm ki, bizi hansı bir işlə təmin eləsin. Çünki müalicəmiz var, xəstəxanaya yeyib gəlməyimiz var. Yəni, hamımız ailə sahibiyik. Yəni, mümkündə bir gün işsiz qalanda biz acından öləcəyik. Hansı bir işlə təmin eləsin ki, biz ailəmizi dolandıra bilək. Nə bilim, yol xərcimizi çəkə bilək. Bir günlər mən deyib dərmanımı nə zul alacam başlama, yol xərcimi çəkə bilməyəndən sonra. Mən olsa dövlət dərmanla təmin edir. Amma gedib mən yol xərcimi kim çəkəcək, heç kim çəkə bilməyəcək. Bir günlər hamımız ailə başçısıyıq. İstəmərək ki, yəni, ailəmizin yanında başı şad yarar. Dövlətimizin ötəri, prezidentimizin əmri ilə gedib döyüşmüşük. Bugünkü də deyəcəklər ki, məsələn, qalıbda işsiz. Əslində, qaziləri işlə təmin eləməkdənsə, azaltmaqdansa, daha da işsiz edib, daha da çoxaldırlar. Yəni, xahiş edirəm, qurumlardan, dövlət başçımızdan, icra başçımızdan xahiş edirəm ki, bizi işlə təmin eləsin. Vətən müharibəsinin iştirakçısı Abdullayev Süleyman 2020-44 günlük Vətən müharibəsində mən də uşaqlar kimi müharibədə iştirak eləmişik. Mən prezidentdən xahiş edirəm, mənim evimdə 2 dənə ağır xəstəm var, biri onkoloji xəstədir, 4 dənə uşağa baxıram. Xahiş edirəm bizi işlə təmin edirsiniz.